Əziz iştirakçılar. Əvvəla qarşıdan gələn Zəfər bayramımızı təbrik edirəm. Bu bayram elə bir bayramdır ki, bizim Azərbaycan yox, dünya Azərbaycanlıların bayramıdır. Və 44 gündə şəhidlərimizin attığı addımlar o qədər güclü oldu ki, bizim 300 illik alınmayan, zəbt olunmuş torpaqlarımızı, Türk dünyasında alınmayan, zəbt olunmuş torpaqlarımızı bizim 44 gündə bizim şəhidlərimiz o torpaqları geri qaytardı. Bu, qürur verici bir irəliləyişdir. Mən başda Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyev olmaq şərtilə bütün Azərbaycan xalqımı, bütün millətimi qarşıdan gələn Zəfər bayramı təbrik edirəm. Özüm də şəhid Röyal Aslanovun atasıyam. Bir oğul vermək çox çətindir. Bir oğul şəhid vermək devlət yolunda, millət yolunda çox çətindir. Və şəhid atasını danışmaq çox çətindir. Yəni ki, mən belə baxıram ki, bu günləri burada mən o qədər qürur hiss elədim özümdə, o qədər sevindim ki, doğrudan da Emin müəllim, var olasın. Doğrudan da bax, belə şagirdləri hazırlamağınız, belə bir vətənpərvər şagirdlərimiz, bizim balalar belə vətənpərvər böyüməyə, vallahi, billahi bir qürurdur. Emin müəllim, bu bir sevinç hissidir. Bu bir gələcəyimiz üçün, bizim vətənimizin, Cənab Prezidentimizin bir gözəl sözü oldu ki, Prezidentimiz nə dedi? Bunlar mənim, bax bu 44 günün şəhidləri mənim yetirmələrimdir. Mənim tərbiyə etdiyim balalarımdır. Təbii ki, bugün də bizim Emin müəllimin getirdiyi bu balalar, Emin müəllim çox sağ olun. Bizim tarix müəllimlərimizə sağ ol deyirəm. Və məktəbin direktoruna, xanım, sizə ümumiyyətlə məktəbin direktoruna, sizə müəllimə çox sağ ol deyirəm ki, bugün bax, siz hər il, biz hər tədbirdə mən iştirak edirəm Elman müəllimlə bərabər, Toğuz Turan birliyilə bərabər biz iştirak edirik və görürəm ki, ilahi nə gözəl siz şagirdləri yetişdirirsiniz vətənpərvər olmağa. Bu bizim üçün, şəhid ailəsi üçün sevinçdir, qürurdur. Mən sizin qarşınızda, bax, şəhid atasıyam. Sizə var ol deyirəm. Sağ olun.